Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda 1,5 sot torpaq sahəsində 2 otaqlı həyət evi tikilibdir. Ev qoşadaşlar tikilib, tam təmirli vəziyyətdə təhvil veriləcəkdir və artıq tamamlanma işləri gedir. Bax, göründüyü kimi belə bir geniş həyətə qalıbdır ki, bir neçə maşın rahatlıqla həyətinə yerləşə bilər və evin də qarşısında bax, göründüyü kimi beləsinə bir genişlik saxlanılıbdır. Maşını, yəni qapının ağzında da rahatlıqla saxlamaq mümkündür, parkovka etmək olur. Ev kürsülüdür. Sənədlər tam qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcəkdir. Evin zirzəmisi və otaqların da altına keçmək üçün də yer saxlanılıb, yer qoyulubdur. Bir daha qeyd edim ki, həyətinə də daş döşənəcəkdir. Evin artıq təmir işləri tamamlanmaq üzrə gedir. Evə daxil olduqda sol tərəfdə mətbəxi yerləşir. Divar kağızları çox gözəl, sərqəlbi divar kağızları vurulubdur. Bura hamam otağıdır ki, artıq metlaq kapel işləri görülür. Bura yataq otağıdır. Qeyd etdiyim kimi evdə artıq təmir tamamlanma işləri gedir və göründüyü kimi divar kağızları da tam sərqəlbi, döşəməsi laminatdır. Bura isə zal otağıdır. Qonaq otağı, kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilib, kombi sistemi hər bir otağa çəkilibdir. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcəkdir. Evin başlanğıc qiyməti 44 min manat deyilir. Real alıcıya indirim olunacaqdır.